Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bu günləri xəmiri pambıq kimi yumuşaq, ətri bütün evi bürüyəcək, bol kremli və çox ləzzətli, həm də mənim ən sevdiyim rəngdə sinabon bulkaları hazırlayırıq. Bir dərin qaba ilıq süd, şəkər tozu, instant maya, duz, yumurta və yumşaq kərə yağını əlavə edib qarışdırırıq. Daha sonra un və qırmızı rəngdə qida boyasını da əlavə edib yumşaq xəmiri yoğururuq və 1 saatlıq xəmiri mayalanmağa buraxırıq. Artıq xəmirimiz mayalanıb düzbucaqlı formada yayırıq və içərisinə yumşaq kərə yağını çəkib, daha sonra içlikdən səpirik və rulet formasında burub kənarlarını birləşdiririk. Onu da qeyd edim ki, bu videonun daha ətraflı versiyasına YouTube kanalımda da baxa bilərsiniz. Sapla kəsin ki, daha səliqəli alınsın. Mən 12 bərabər hissəyə kəsdim və soba listinin üzərində də 40 dəqiqə saxladıqdan sonra əvvəlcədən 180 dərəcəli isidilmiş sobada 20 dəqiqəyə bişirdim. Və budur dostlar, ev üsulu sinabonlarımız hazırdır. İsti halda da kremi üzərinə çəkirik və nuş edirik. Çox ləzzətli alınır. Mütləq hazırlayın. Resepti yaddaşa verin ki, itirməyəsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Gələn videolarda görüşənədək hələlik.